Mən də bir daha hamını salamlayıram. Bu qələbəni azarkeşlərimizə, xüsusən də bir balaca azarkeşimiz var, Babək. Ona həsr eləyirik. Belə çətin oyun olacağını bilirdik. Çünki komandamız düzdür, hələ heç nə etməmişik, amma bu stresdən, bu gərginlikdən çıxmağa bir yol axtarırdıq. İnşallah inanıram ki, bu bir açar olacaq. Oyunundakı özünüz gördüyünüz kimi yaxşı formalaşmış komandaya qarşı keçirdik. Komanda Şamaxı bilir necə oynamaq lazımdır. Biz də biraz təhlillərimizi aparmışdıq və şükürlər olsun ki, bugünkü gündə qələbə qazandıq və azarkeşlərimizi sevindirdik.